Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Ələşrəf qızı. Rusiya-Ukrayna cəbhəsində vəziyyət necədir? Əlbəttə, sahədə aktivlik davam edir və ötən gün qarşılıqlı şəkildə deməli dron atışları, raket atışları olub və indi isə əziz tamaşaçılar Zelenskinin sülh şərtlərini açıqlaması ilə bağlı xəbərlər var və martın 6-sında Brüsseldə keçirilən zirvə toplantısında çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə verilən dəstəyə görə sammitdə iştirak edən Avropa liderlərinə təşəkkür edib. Zelenski onlara çağırış edərək deyib ki, tam və ədalətli nizamlanma, təhlükəsizlik zəmanətləri üzrə əhatəli bir sazişlə bağlı hər hansı danışıqlarda Rusların bizi aldatmamasına əmin olmaq lazımdır. Ondan sonraki addım danışıqların aparıldığı şəraitdə əsas etimadın qurulmasıdır. Əsirlərin azad edilməsi, təməl etimadın yaradılmasında bir vasitə ola bilər deyə o sözlərinə əlavə edib. Zelenski Avropa liderlərini Ukraynaya qarşı hava və dəniz hücumunun dayandırılması üçün Kremlə təzyiq göstərməyi də çağırıb. O bunun 3 ildir davam edən müharibənin dayandırılması üçün etimadın qurulması və danışıqlarda irəliləyiş üçün vacib bir addım olduğunu deyib. Və sitat belədir, hər kəs əmin olmalıdır ki, Rusiya bu müharibənin yeganə mənbəyi kimi müharibəyə son qoymağın zəruriliyini qeyd etsin. Və o görüşdən sonra sosial şəbəkələrdəki paylaşımında da bildirib ki, gələn həftə Səudiyyə Ərəbistanına gedəcək. Komandam Amerikalı tərəfdaşlarla işləmək üçün Səudiyyə Ərəbistanında qalacaq deyə Zelenski sözlərinə əlavə edib. Ağ Evin xüsusi elçisi Steve Witkoff da ABŞ hökumətinin Səudiyyə Ərəbistanında Ukrayna nümayəndələri ilə görüş planlaşdırdığını təsdiqləyib, o koordinasiya səylərinin hələ də davam etdiyini və danışıqların ər-riyad və ya ciddədə keçirilə biləcəyini deyib. Parisdə və Londonda keçirilən fövqəladə toplantılardan sonra Brüsseldəki sammitdə əsas diqqət ABŞ-ın Ukraynaya yardımı dayandırması və Avropanın öz təhlükəsizliyində daha böyük rol oynaması barədə xəbərdarlığından sonra Avropa İttifaqının müdafiə xərclərini artırması məsələlərinə yönəlib. Sammitin açılış nitqini edən Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Avropaya açıq və real təhlükə ilə üz-üzədir. Bu da onun özünü qoruya və müdafiə edə bilməsi zərurətini daha da artırır deyə vurğulayıb. Avropa və Avropa ailəsinin bir hissəsi olan Ukrayna üçün həlledici məqamdır. Bu, Ukrayna üçün də dönüş nöqtəsidir deyə o bildirib. Və bir neçə saat davam edən müzakirələrdən sonra qəbul olunan yekun bəyanatda bildirilib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və onun Avropa və qlobal təhlükəsizliyə təsirləri Avropa İttifaqı üçün mövcudluq təhdidi təşkil edir. Bu kontekstdə Avropa İttifaqı qurumun təhlükəsizliyini və vətəndaşlarımızın müdafiəsini gücləndirmək məqsədi ilə zəruri alətlərin və maliyyələşmənin hərəkətə keçirilməsini sürətləndirəcək deyə əlavə edilib və bəyanatda müdafiə xərcləri ilə bağlı büdcə çevikliyini təmin edən və silahlı qüvvələrin gücləndirmək üçün üzv ölkələrə Avropa İttifaqı tərəfindən dəstəklənən 150 milyard avro kreditin verilməsi ilə bağlı ifadələr də yer alıb. Bu sənəd Macaristanda daxil olmaqla Avropa İttifaqının bütün üzvləri, yəni 27 ölkə tərəfindən təsdiqlənib deyə xəbərlərdə qeyd olunur. Və əziz tamaşaçılar, əlbəttə bu xəbərdə biz həm də ABŞ və Avropa qarşı durmasını da görürük. Yəni Amerika konkret şəkildə, belə deyək, Trump hakimiyyətə gələndən sonra artıq Avropanı nə maliyyələşdirmək, nə ümumiyyətlə, hətta belə bir təəssürat yaranır ki, NATO-nun saxlanmasında maraqlı deyil. Və yeri gəlmişkən az əvvəl bir maraqlı xəbər də Hakan Fidandan gəlmişdi və Fidan da bildirirdi ki, artıq cin şüşədən çıxıb deyirdi və çox maraqlıdır Fidanın açıqlaması. O deyir ki, artıq NATO-nun ləğv olunacağından danışır. Yəni bu ehtimaldan danışır və eyni zamanda da Avropalılara səslənir ki, yəni zamanında Türkiyəyə qucaq açmadınız, amma indi məqamdır deyə. Deməli, belə bir maraqlı təfərrüat, detal da Hakan Fidandan gəlib. Deyib ki, əgər NATO ləğv olunarsa, Türkiyə yeni Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmaq istəyir. ABŞ prezidenti Donald Trump'ın hərəkətləri öz mərkəzimizi yaratmaq və birləşmək zərurəti haqqında xəbərdarlıqdır deyir və Fidan konkret belə deyib, cin şüşədən çıxdı. Onu geri qaytarmağın heç bir yolu yoxdur. Dediyim kimi, əziz tamaşaçılar,
Deməli, həm Avropa-ABŞ qarşıdurması, həm də eyni zamanda bax Zelenskinin şərtləri, yəni Səudiyyə Ərəbistanında daha bir növbəti görüşün və yaxud Ciddədə gözlənilən növbəti bir görüşün detalları, eyni zamanda Türkiyənin Avropa Birliyinə üzv ola bilib-bilməyəcəyi bütün bu detalları mən Anar İsayevlə, Ümid Partiyasından Anar İsayevlə müzakirə edəcəm. Sizdən isə ricam verilişimizi lütfən bəyənin və paylaşın. Siz də başlayın, biz də başlayaq. Anar bəy, xoş gördük. Xoş gününüz olsun Ləman xanım. Deməli, məni bu Zelenskinin açıqlamasından daha çox, həm də doğrudan da ABŞ və Avropa qarşıdurması düşündürür. Çünki həqiqətən də, deməli, ötən günkü Brüsseldə keçirilən sammitdə, elə İngiltərədə keçirilən sanki tədbirlərin, yəni Trump, Zelenski qarşıdurmasından dərhal sonra Londonda keçirilən tədbirlərin bir davamı xarakterini daşıyır və Avropa ölkələrinin çox ciddi bir əndişəsi göz önündədir və hiss olunur ki, deməli, həqiqətən də bu illər ərzində elə deyildiyi kimi NATO-nu hər sahədən təchiz edən ölkə ABŞ olub. Yəni, həm maliyyə baxımdan, həm döyüşmək baxımdan, güc baxımdan, qol sarıdan da ABŞ olub və Avropada elə komfort həyatını yaşayıb da, yəni özü üçün əhalisi yaşayıb, özdə yaşayıb, ağ gündə yaşayıb. Və indi artıq, deməli, Trump'ın bir açıqlaması, yəni və yaxud belə deyək, Vensin gəlib Münhen Təhlükəsizlik Konfransında Avropa ölkələrinin üzünə tüpürməsi bu şəkildə də deyilir. Yəni, onları sərt tənqid etməsi, uşaq kimi danlaması, bundan sonra Avropanı xeyli dərəcədə silkələndirib. Və bu baş verənlər hara aparır? Yəni, bu NATO-nun artıq Hakan Fidanın da açıqlaması maraqlıdır. NATO ləğv olunarsa deyir. Yəni, bu ehtimal deməli ciddi şəkildə Avropa ölkələrini düşündürür. Onlar artıq təzə bir mexanizm, yeni bir qurum, ABŞ-sız yeni bir qurum qurmaq haqqında düşünürlər. Buyurun, eşidirəm sizi. Təşəkkür edirəm Ləman xanım. Demək, ilk öncə Rusiya və Ukrayna məsələsi, bilirsiniz ki, hələ keçən il prezident seçkiləri dövründə deməli, öz kampaniyasını aparanda Rusiya-Ukrayna müharibəsini 3 gün ərzində bitirəcəyinin sözünü vermişdi. Donald Trump hazır ki, deməli, əgər seçilərəmsə 3 gün ərzində Rusiya-Ukrayna müharibəsini dayandıracam. Yəni, məndən başqa kimsə bunu bacara bilməz. Əslində, yanvar ayının 20-sindən sonra, anlaşmadan sonra artıq əməli hərəkətə keçdi. Bilirsiniz ki, müharibənin dayandırılması üçün Amerika Birləşmiş Ştatlarının və həmçinin onun prezidenti Donald Trump'ın sülh planı təklif olundu. Yəni, doğrudur, bu sülh təklifinə həm Ukrayna tərəfindən, həm Avropa Birliyi, hansı ki, Avropa İttifaqı siz adını qeyd edirsiniz, birmənalı qarşılanmadı. Birmənalı qarşılanmamasının səbəbləri, yəni, getdikcə, yəni 20-sindən sonra, yəni sülh planının deşifrə olunandan sonra, şərtlər açıqlanandan sonra artıq, deməli, orada şərtlərdən biri, xatırlayırsınızsa, hələ sülh planı təklif olunmamışdan qabaq Amerika Birləşmiş Ştatları, yəni Trump administrasiyasından verilən mesajlar var idi ki, sülh müqaviləsi hər iki tərəfin müəyyən güzəştləri sayəsində mümkün olacaqdır. O güzəştlərdən biri, məsəl üçün, deməli, Amerika Birləşmiş Ştatlarının təklif edildiyi sülh planında status quo-nun saxlanılması ilə Amerika, daha doğrusu Rusiyanın işğal elədiyi ərazilər hələ ki Rusiya ərazisinin sayılırdı. Yəni, bilirsiniz ki, Vladimir Putin də sülhə getmək üçün, sülh imzalamaq üçün öz şərtlərini diktə eləmişdi və onun şərtlərindən birincisi ondan ibarət idi ki, Ukrayna NATO-ya və Avropa Birliyinə üzv olmamalıdır. Yəni, üzvlükdən imtina eləməlidir. Bu birinci şərt. İkinci şərt ondan ibarət idi ki, deməli, Donetsk, Lugansk, Xerson və Zaporojyedən Ukraynanın hərbi birləşmələri geri çəkilməlidir. Yəni, bu ərazilər bizim olmalıdır ifadəsini. Yəni, bu şərtlər daxilində biz sülhə imza atarıq, yəni müharibəni dayandırarıq. Əslində, bu günləri Donald Trump'ın irəli sürdüyü, əslində, demək, sülh planı bir növ Rusiyanın istəyi ilə üst-üstə düşürmüş kimi bir fon verir, fon yaradır. Lakin mən bu qənaətdə deyiləm əslində. Nə üçün bu qənaətdə deyiləm? Çünki o şərtlərdən biri də hələ ki, müharibənin dayandırılması atəşkəs dövründə status quo saxlanılmaqla bufer zona yaradılır və bufer zona da NATO qoşunları gəlib yerləşir. Və bu NATO qoşunlarının oraya yerləşməsi də artıq Rusiyanın istəkləri ilə tərs mütənasibdir.
yəni NATO-nun orada yerləşməsinə Rusiya istəmir, ərazinin verilməsini isə Ukrayna tərəfi istəmir. Bilirsiniz ki, Ər-Riyadda görüş keçirildi. Rusiya və Amerika Birləşmiş Ştatları arasında düzdür Ukraynasız görüş keçirildi. Düzdür orada başqa məsələlər də prioritet idi. Danışıq masada fərqli, yəni Rusiya Amerika Birləşmiş Ştatlarının münasibətləri, diplomatik münasibətlər də vardı, amma əsas Rusiya-Ukrayna müharibəsinin dayandırılması məsələsi gündəmi idi. Yəni masada olan əsas sual bu idi. Bundan sonra xatırlayırsınızsa fevral ayının 28-də Oval Kabinetdə deməli Zelenskinin səfəri oldu Amerika Birləşmiş Ştatları və oradan demək olar ki, əli boş qayıtdı. Görsənən bu oldu ki, çünki mətbuat qarşısında, dünya mətbuatı, Amerika mətbuatı qarşısında çıxışlardan məlum oldu ki, sövdələşmə alınmadı. Yəni Zelenski ilə Trump arasında sövdələşmə alınmadı və sövdələşmə nədən ibarətdir? Dediyimiz sülh planı və həmçinin deməli Ukraynanın təbii sərvətlərinin Amerika Birləşmiş Ştatları tərəfindən istismarı və yaxud da ki, yəni birlikdə həmin deməli nadir elementlərin çıxarılması və s. Bu böyük ehtimal olunurdu ki, 28 fevralda Zelenskinin Amerika Birləşmiş Ştatlarına səfərində artıq bu müqavilə imzalanacaqdır. Çox təəssüf ki, yəni müqavilə imzalanmadı və oradan da birbaşa bilirsiniz ki, Ağ Evdən çıxaraq birbaşa Londona getdi. Və Londonda, bayaq siz qeyd etdiyiniz kimi, artıq orada Avropa Birliyi dövlətləri əndişələnməyə başlamışdı. Çünki əslində Londonu mən Avropa Birliyi dövlətinə aid eləmirik. Çünki Avropa Birliyindən çıxmış, Avropa İttifaqından çıxmış bir dövlətdir. Həm də Avropada Amerika Birləşmiş Ştatlarının ən yaxın tərəfdaş dövləti və Starmer də əslində Donald Trumpın bu qərarına qarşı idi. Yəni Ukraynanın axıra kimi dəstəklənməsi və maddi və hərbi yardımların göstərilməsinin tərəfdarı idi. Burada bir məqam mən qeyd etmək istəyirəm ki, deməli Zelenski gəldikdən sonra gəldi və danışıqlar əsnasında ortalığa belə bir məqam çıxdı ki, belə bir heç də gözləntiləri doğrultmayan bir qərar ortalığa. Çünki birincisi Londonda hər hansısa bir qərar verilmədi. Ondan sonraki görüşdə, hansı ki siz qeyd ediniz, orada artıq müdafiə xərclərinin artırılması, Ukraynaya müəyyən yardımların göstərilməsi kimi qərarlar artıq qəbul olundu. Və burada da xüsusilə qeyd etmək istəyirəm ki, həm Fransanın rolu böyükdür. Çünki ən çox çarpışanlıq edən dövlətlərdən biri Avropa Birliyi içərisində Fransadır. Və ondan sonra da bu yaxın günlərdə bilirsiniz ki, Almaniyada deməli parlament seçkiləri keçirildi və orada Xristian Demokrat İttifaqının namizədi qalib gəldi ki, həmin namizəd, yəni Friedrich Merz Ukrayna yönümlü bir siyasətçi kimi tanınır. Yəni bu Ukrayna-Rusiya müharibəsində hər zaman Ukraynaya dəstək göstərilməsinin tərəfdarı olaraq çıxış edən bir siyasətçi olmuşdur. Yəni Olaf Scholzdan fərqli olaraq. Almaniya hər zaman deməli Ukraynaya dəstək məsələsində, maddi yardım məsələsində, hərbi yardım məsələsində müəyyən dərəcədə ehtiyatlı davranırdı. Və bundan sonraki mərhələdə Ləman xanım, demək Amerika Birləşmiş Ştatları, yəni Donald Trump ikinci bir artıq B planını, A planını baş tutmadıqdan sonra, çünki hər iki tərəfə öz demək təkliflərini vermişdi və bu plan Zelenski tərəfindən qəbul olunmadıqdan sonra artıq B planını həyata keçirməyə başladı. Yəni B planı nədən ibarət idi? B planı ondan ibarət idi ki, əslində həmin görüşdən dərhal sonra bilirsiniz ki, Amerika Birləşmiş Ştatları qərar verdi. Donald Trump ümumiyyətlə Ukraynaya hərbi yardımların, ümumiyyətlə maddi yardımların dayandırılması qərarını imzaladı. Və bu yaxınlarda da hətta deməli Ukraynaya, İngiltərəyə göstəriş verdi və əmr formasında hətta göstəriş verdi ki, bundan sonra kəşfiyyat məlumatlarının Ukraynaya sızdırılmasının qarşısı alınmalıdır. Yəni bu şeydən də deməli bu yardımdan da əlini üzdü. Və Pentagon bilirsiniz ki, müharibə dövründə kiber hücumlar təşkil edirdi. Həm Rusiyanın dövlət strukturlarına, həm də hərbi strukturlara. O kiber hücumların da dayandırılması qərarı verildi. Yəni hərtərəfli olaraq təzyiqlər başladı artıq Zelenskiyə ki, təklif olunan deməli planla, sülh planı ilə razılaşsın. Və razılaşdım indi. Bunu geriyə addım kimi dəyərləndirilirmi? Yəni Zelenskinin addımı? Mən onu razılaşdırılmış kimi qəbul edirəm. Niyə? Çünki
həm Zelenskinin, bilirsiniz ki, mətbuat qarşısında o gün 2 gün bundan öncə mətbuat qarşısında Donald Trump çıxış edərkən Zelenskinin ona məktub ünvanladığını ifadə elədi. Amma o məktub bilirsiniz da, yəni bu məktub deyil. Bu sadəcə Zelenski öz X-də yazdığı idi. Fərqi yoxdur, mesajdır. İstəyir bunu rəsmi olsun, qeyri-rəsmi. Amma Trumpın hər halda onu mənə məktub yazıb kimi ifadə eləməsi öz saxtakarlıq oldu da, yəni. Yəni həqiqətən də, yəni sən kimsə öz X-ində, öz platformasından nəsə yazıbsa, mövqeyini ifadə edibsə, bu onun Trumpa məktubu kimi dəyərləndirilə bilməz axı. Ümumiyyətlə mən bayaq qeyd etdim ki, Zelenski Trumpla görüşdən sonra Avropa Birliyi dövlətlərinin başçıları ilə görüşdə heç bir nəticə əldə olunmadı və nəticə bilirsiniz nə oldu? Zelenski özü üçün müəyyənləşdirdi ki, 27 Avropa Birliyinə daxil olan 27 dövlətin ümumilikdə gücü bir tək Amerikanın gücündən zəifdir. Bu, yəni artıq bu görüşdən sonra Zelenski özü üçün yəqinləşdirdi bunu ki, yəni tək Amerika Birləşmiş Ştatlarının dəstəyi kifayət edir, nəinki Avropa Birliyi dövlətləri. Bu da dəstəyini çəkəndən sonra, çünki bilirsiniz də, siz də qeyd elədiniz, oxudunuz həm də deməli xəbərlərdən ki, doğrudan da biz fikirləşdiyimiz Avropa Birliyi dövlətləri həmin o gücdə deyilmiş sən demə. Yəni, məsələ nədən ibarətdir? Çünki bunlar öz komfortlarını, öz həyatını, Donald Trump nədən ötürü, məsəl üçün, bəyanat dalınca, qərar dalınca, ultimatum dalınca ki, mən ümumiyyətlə dayandırıram, bütün yardımlara dayandırıram. Burada müharibənin başlanmasında, bilirsiniz, biz sizinlə danışmışsınız, Nefrədə də qeyd eləmişik bu barədə ki, əslində bu müharibənin başlanmasında Amerika Birləşmiş Ştatlarının əsas məqsədi Rusiyanın zəiflədilməsi idi. Yəni, Rusiyanı bir növ oyuna gətirmək idi. Doğrudur, burada Ukraynanı qurban verməklə, Ukraynanı qurban seçməklə artıq demək olar ki, öz hədəfinə çatmış kimi sayıla bilərdi Amerika Birləşmiş Ştatları. Və ilk olaraq hədəf nə idi? Birinci növbədə dediyim kimi, Rusiyanı həm hərbi, həm iqtisadi cəhətdən çökdürmək, zəiflətmək. İkinci hədəf isə həmin o Avropa Birliyi dövlətlərini Amerikadan asılı olduğunu onlara sübut etmək. Və bundan əlavə, sübutdan əlavə, bu müharibədə artıq bugünə qədər Amerika Birləşmiş Ştatlarının etdiyi yardım, hərbi və maddi yardımın yarısı qədər ancaq Avropa Birliyi dövlətləri veribdir ora. Və bu gündən sonra artıq Avropanın təhlükəsizliyi məsələsi gündəm olubdur. Ki, Fransa Xarici İşlər Naziri, Fransa Prezidenti Macron və digər Avropa Birliyi dövlətləri artıq bu, belə deyək də, həyəcan təbilini çalırlar ki, Avropa məkanının təhlükəsizliyi artıq sual altındadır. Və Avropa Birliyi dövlətləri özləri öz təhlükəsizliyini qoruya bilmir. Bunu Fransa hələ keçən il artıq özü üçün müəyyənləşdirmişdi və xatırlayırsınızsa, Starmerlə görüşdə, İngiltərədə, Londonda Starmerlə görüşdə bu məsələni qaldırmışdı. Yəni, həmin vaxtı da Avropa Birliyinin müəyyən dövlətləri demək, toplanmışdı Londonda və müzakirə edirdilər. Və həmin vaxtda Almaniya qeyd etdiyim kimi, Almaniya hələ tələsməməyi, yəni belə deyək də, hərbi yardıma, hərbi büdcə və sair daha da artırılmasının qarşısına loyal yanaşmışdı ümumiyyətlə. Və keçən ilin noyabr ayında da Starmerin Fransaya səfəri oldu. Burada yarımçıq qaldı, yəni yenə də təhlükəsizlik məsələsi. Çünki Fransanın təklif elədiyi məqamlardan biri o idi ki, Avropa Birliyinin təhlükəsini təmin etmək üçün birliyin ümumi ordusu yaradılsın. Yəni bu təkliflə də çıxış eləmişdi və həmçinin indi bilirsiniz ki, Avropa Birliyi dövlətlərində hərbiyə ayrılan vəsaitə bir limit vardı. Artıq bu son görüşdə bu limit aradan qaldırıldı, yəni hərbiləşmə sahəsində. Və burada ikinci bir məqam bundan ibarətdir. Bu günləri artıq Amerika Birləşmiş Ştatları kənara çəkilib Avropa Birliyi dövlətlərini önə verib. Artıq onlar ön cəbhədədirlər. Yəni istər-istəməz avtomatik olaraq onlar maliyyələşdirməyə başlayıblar. Buna qədər Amerikaya deyir o Seyid Cəddin arxayın olan kimi, bunlar da Amerika arxayındılar ki, Amerika həm Ukraynanı həm qoruyur, həm Rusiyanı, Avropa Birliyini Rusiyadan qoruyur. Ümumiyyətlə, NATO çətiri altında hər zaman belə görsənir ki, bütün dəstək hamısı Amerika Birləşmiş Ştatları tərəfindən olubdur. Və Türkiyə məsələsi də orada maraqlıdır ki, Türkiyə məsələsində, bax, bilirsiniz ki, NATOda, ümumiyyətlə, Avropada Türkiyə ordusu üçüncü ən böyük ordu sayılır. Çünki birinci Rusiyanı saysaq, Rusiyadan sonra 800-900 minə yaxın ordu kontingenti Ukraynadadır, sonra isə 355, təxminən 355 min ordu kontingentinə
Türkiyə sahibdir və bu günləri Türkiyənin deməli hərbi sahədə sıçrayışı bütün dünyanı artıq deməli bütün dünyanın diqqət mərkəzindədir. Hərbi sahədə uğurları, hərbi sənayenin inkişafı Türkiyəni artıq bir nömrəli deməli əsas oyunçuya, aktora çeviribdir. Bu həm biz bunu yaxın şərqdə də görə bilərik və Cənubi Qafqazda da görə bilərik. 20 il müharibəsindən sonra artıq bölgədə söz sahibinə çevrilən dövlət qardaş Türkiyə dövlətidir və NATO-da da yaxın şərq üzrə Amerika Birləşmiş Ştatlarının ən yaxın tərəfdaşı bu günləri fərqli görsənə bilər, münasibətlər fərqli ola bilər, amma ən yaxın tərəfdaşı, ən yaxın tərəfdaş ölkəsi Türkiyədir və Türkiyəsiz artıq bölgədə Türkiyə demək istəyim odur ki, artıq Türkiyə regional gücdən artıq qlobal gücə çevrilibdir bu günləri və xatırlayırsınızsa neçə illərdir Avropa Birliyi Türkiyəni birliyə daha almırlar. Müəyyən deməli maneəçiliklər törədərək, qarşısına daş dələməklə Türkiyənin bu və ya digər formada Avropa Birliyinə üzv olmasının qarşısını alır. Amma bugünkü şərait artıq fərqli şey diktə edir. Və mən Türkiyənin Rusiya-Ukrayna müharibəsinin ilk illərində də xatırlayırsınızsa, hələ o vaxtda taxıl böhranı yaşananda, dünyada taxıl böhranı yaşanmışdı, Ukraynanın taxılı çıxa bilmirdi. Həmin dövrdə də Türkiyə öz dəstəyini ifadə elədi, Türkiyə öz köməkliyini göstərdi və Rusiya ilə danışıqlara getdi və ondan sonra bir vasitəçi olaraq öz köməyini təklif etdi ki, bir barışdırıcı missiyanı öz üzərimizə götürə bilərək Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması və həmin vaxtı Ukrayna masadan qalxmışdı. Yəni bu proses, yəni Ukrayna da masadan qalxmasına həmin dövrdə Amerika üzr istəyirəm, Böyük Britaniyanın baş naziri həmin dövrdə Johnsonun təzyiqləri və təsirləri nəticəsində Ukrayna masadan qalxmışdı. Və bu günlərdə artıq Avropa Birliyi dövlətləri, başda Fransa olmaq şərti ilə artıq Türkiyəsiz bunları, yəni Amerika Birləşmiş Ştatları yoxdursa, özlərinə belə deyək də bir hami, özlərinin bir müdafiəçisi, özlərini bir xarici düşməndən qorumaq üçün, birliyi qorumaq üçün bir hami axtarırlar. Yəni o artıq zaman gəlib yetişibdir. Artıq Türkiyəni də Avropa Birliyinə, çünki bu yaxınlarda xatırlayırsınızsa Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da bir çıxışı oldu bundan əlaqədar ki, Avropa dövlətlərinin Türkiyəyə böyük ehtiyacı var. Həm demoqrafik tərəfdən, həm deməli işçi resursu, həm də xüsusilə qeyd eləmişdi ki, təhlükəsizlik baxımından mən qeyd etdiyim kimi. Və bu günləri Trumpın Rusiya-Ukrayna müharibəsinin dayandırılması və dayandırılması üçün təzyiq, təsir mexanizmi kimi artıq bayaq mən qeyd etdim ki, B planını həyata keçirilir, yəni sülhə məcbur etmə planı, yəni dəstəyin çəkilməsinin mən qeyd etmək istəyirəm və bundan sonra artıq Avropa dövlətləri, Avropa Birliyi, Avropa İttifaqına daxil olan dövlətlər artıq Türkiyəyə təbii ehtiyac yaranıbdır. Özləri üçün artıq Türkiyəni bir müttəfiq olaraq görməyə başlayıblar. Bundan sonra da böyük ehtimalla demək Avropa Birliyində ən əsas oyunculardan birinə çevriləcəkdir Türkiyə. Deməli, əziz tamaşaçılar, bir 300 nəfər var canlı yayımda. Verilişimizi lütfən bəyənin və paylaşın. İndi mən burada rəylərə baxıram, adamların çoxusu yazırlar ki, niyə ancaq Zelenskidən, ancaq xarici söhbətlərdən yazırsınız? Deməli, daxildən danışaq. Görün, baxasınızmı? Hamınız misal pislə çıxmasın, unu kimi səpələnib gedirsiniz, indi adını çəkmirəm. Olmursuz. İnanın ki, mən bura başlığa qoysam ki, Azərbaycanda budur, baxasınız deyilsiniz. Yəni, üstümüzə gəlməyin. Amma bir halda ki, Anar bəy həm də iqtisadçıdır. Anar bəy, burada yazırlar ki, uşaqlar var deyir, kasıbçılıqdan məktəbə gedə bilmir, Rövşənov. Dayanmadan da özü Rövşənov yazır. Başa düşürəm, əksəriyyətinizin burada bir müvafiq missiyanız var, yəni suyu bulandırmaq. Mən inanmıram ki, Azərbaycanda kasıbçılıqdan məktəbə gedə bilməyən uşaq var. Bir də siqnal səsindən bezmişik. Azərbaycanda da, Bakıda maşından tərpənmək mümkün deyil. Hara gedirsən, hələ görürsən ki, maşın, Gürcüstandan yüklənmiş avtomobillər gəlir. Kasıbsansa da niyə bu qədər maşın var? Bayaqdan studiyada əsəbimi hələ də o maşınların siqnallarınadır. Addım atmaq olmur. Bu kasıbıqsa da bu qədər maşınlar, avtomobillər, nə bilim, nələr hardandır. Yol mənə doğrudan o sual maraqlanır. Yaxşı, o qədər maşınlar
Əgər biz kasıbıqsa, kasıb millət sayılır mı? Ümumiyyətlə Azərbaycan kasıb millətdirmi? Vallahi- Mən istəyirəm ki, onu bir iqtisadçı kimi deyəsiniz. Kasıb- Bir halda ki, deyirlər, qoy bu mövzunu dəyişək, Zelenskini əvəz eləyək. Buyurun. Bu günləri kasıb millət, kasıb dövlət dediyimiz Azərbaycan dövlət olaraq varlı dövlətdir. Amma vətəndaşları, bəli, Suvqaylı maşınları deyirəm. mən başa düşürəm. Mən çıxıram, hara gedirsən adamlarımız əylənir. Keyfdədirlər, Doğrudur. konsertə gedirlər. Doğrudur. Restoranda millət restoranda gəzmək, maşın kimi. Bəzən bir ailədən 3-4 də avtomobil çıxır. Bakıda hərəkət eləmək olmur. İndi ola bilsin əyalətləri nəzərdə salırsınız, bəlkə paytaxt göz Ümumiyyətlə qamaşdırır. kasıbçılığın göstəriciləri fərqlidir də. Əhalinin Nədir o? ümumi Buyurun. Gəlirlərlə əhalinin ümumi gəlirləri, ümumi daxili məhsul, bunlar bu kriteriyalara əsas götürülərək bu indekslər var, kasıblıq indeksi. Məsələn, bizdə kasıblıq dediyim, bizdə istehlak səbəti nə qədərdir məbləğ? 285 manat və yaxud da ki, demək ki, minimum əmək haqqı nə qədərdir? 400 manat. Yəni bu göstərici artıq yəni gəlirlərin hansı səviyyədə olduğunu göstəricidir. Bunu ümumi götürəndə siz dediyiniz məsələlərə isə, yəni o deyirsiniz ki, əhalinin hara gedirsən. Doğrudur, mən də o fikirlə razıyam ki, hansı restorana gedirsən, yer yoxdur. Məsələn, maşınlar siz dediyiniz kimi, yəni bu göstəricidir. Amma bizim bir millətdə... Yaxşı, yox, o nəyin göstəricisi? Mən onu soruşmaq istəyirəm. Mən isə biraz konkret olaq ki, bax, əgər doğrudan kasıbıqsa da, sual verirəm də, yəni onda bax, bu güzaranımız normal... Kasıbçılıq bilirsiniz nədir? Məsələn, Azərbaycanda kimsə, məsələn, biz hər zaman deyirik ki, Azərbaycanda kimsə acından ölmür. Acından ölən bir şey, bir insan yoxdur. Rövşən yazan kimi, tutaq ki, yazır ki, uşaqlar kasıbçılıqdan məktəbə getmir. Yox, ümumiyyətlə belə bir fakt yoxdur. Ümumiyyətlə fakt yoxdur. Bu ümumiyyətlə bütün Azərbaycanda bir nəfər, bir ailə və yaxud da iki ailə ola bilər ya ola bilməz. Bu göstərici deyil. Bu, yəni, siz doğru qeyd edirəm. Yəni, onunla biz qəbilə deyilik, biz Hindistanın hansı bir kəndi deyilik, biz nə... Yəni, mənə doğrudan maraqlı gəlir ki, əgər varsa da bilək. Yox, doğrudur, siz doğru qeyd edirsiniz. Əslində, bu da, yəni, maşınların çoxluğu, insanlar, biraz bizdə millət olaraq, biz sizlə ötən verilişlərin birində bu barədə danışmışıq. Əslində, qonşudan qalmadalar prinsipi ilə biz işləyən və yaşayan bir xalq olmuşuq. Hətta, məsəl üçün, mən xatırlayıram, tələbəçilik vaxtı, məsələn, insanlar var idi ki, yataqxanada qalırdılar. Məsələn, mənim gözümün qabağında olan bir misal deyim sizə ki, yataqxanada qalırdılar, amma o dövr üçün ən bahalı maşınlardan birini kreditə alıb sürürdü. Yəni, bir göstəri olaraq bu millətdə belə bir qonşudan qalmadalar. Kreditə ödəmək lazımdır. Yəni, belə idi də. Kreditə maşın almaq ucuzdur ki, qazancın ola ki, hər ay 500 min, 1500 manat ən öndə olan məsələ nə idi? Ən öndə olan məsələ öz yaşayışı təmin etmək üçün birinci növbədə yaşayış yerin olmalı idi. Ən əsası çalışmalısan ki, birinci evin olsun, ailə uşağı o damın altına yığa biləsən, ondan sonra digər məişət qayğılarına, digər məsəl üçün komfortla ilgilənəsən. Maşını alasan, digər sahələr, məsələn, bunu belə götürək. Amma mən sizlə tamamilə bu razıyam. Əslində, Azərbaycan bir Bakıdan ibarət olduğuna görə, əyalətlərdə vəziyyəti əslində, belə deyək də, biz hansı vəziyyətdə olduğunu, Bakı kimi deyil, bütün kontingent Bakıya toplaşıqdır. Və bu günləri tutaq ki, Azərbaycanda 1,5 milyon avtomobil varsa, o 1,5 milyon avtomobilin 1 milyondan yuxarısı Bakı şəhərindədir. Ona görə də burada avtomobil sıxlığı yarana bilir, görsənə bilir ki, avtomobil sıxlığı. Çünki əyalətdəkilər də Bakıya işləmək üçün gəlir, öz köhnə maşını olan da buna gəlir və s. və ilə axır. Və qeyd etmək istəyirəm ki, bəli, tamamilə siz haqlısınız ki, Azərbaycan digər dövlətlərə baxanda biz müqayisə edirik də, tutaq ki, regionda, bölgədə, Cənubi Qafqazda əhalinin gəlirlərinə görə, aldığı əmək haqqısına görə, məsəl üçün biz Avropa dövlətləri ilə müqayisə edəndə bizə bunu irad bildirirlər, həm əhali irad bildirir, cəmaatımız, xalq irad bildirir ki, yəni bizim ümumiyyətlə yaşayışımızla Avropanın yaşayışı bir deyil, onların gəlirləri ilə bizim gəlirlər bir deyil, onların xərcləri ilə bizim xərclər biz deyil. Müqayisə edəndə region ölkələrlə müqayisə edək. Bəli, region ölkələrində biz bu günləri müqayisə eləsək, həm Ermənistandan, həm də Gürcüstandan əhalinin gəlirləri aşağı səviyyədədir. Doğrudur, orada əhali demək sayına görə Azərbaycandan çox aşağıdır. Yəni hər iki ölkənin əhali sayı Azərbaycanın əhalisindən azdır. Bunu nəzərə alırıq. Amma biz nəzərə alsaq ki, Azərbaycanda da olan sərvət o dövlətlərdə yoxdur. Nə Ermənistanda var, nə Gürcüstanda var. Onda bəli, biz demək əhalinin
yazılan şərhlərə biz qiymət verəndə, o kontekstdən yanaşanda ki, bizim gəlirlərimiz, ölkə gəlirləri, büdcə gəlir, bizim büdcəmiz, bizim ölkənin büdcəsi ilə o ölkələrin büdcəsi eyni deyil. Və biz bunu müqayisə edəndə, bəli, biz qonşu dövlətlərdən çox geridə qalırıq və o nöqteyi nəzərdən doğru deyirlər. Amma yenə də qeyd etmək istəyirəm ki, bu günləri indi aclıq, səfalət, belə bir şey yoxdur Azərbaycanda. Yəni, aclıq, səfalət olubdur. Bilirsiniz ki, 90-cı illərin əvvəllərində, deməli, hələ SSR-dən təzə ayrılanda, yəni büdcə formalaşmayanda, hələ ölkənin hansı istiqamətə gedəcəyi bəlli olmadığı dövrlərdə, ümumiyyətlə dünyada baş verən proseslərin fonunda Azərbaycanda da taxıl qıtlığı ilə əlaqədar olaraq, ərzaq qıtlığı ilə əlaqədar olaraq çox ciddi sıxıntılar var idi. Yəni, bunu siz də yaşamışsınız, biz də yaşamışıq. Amma bugünkü dövr, bəli, əlbəttə bunu demək olmaz. Müəyyən dərəcədə işsizlik var. Ölkədə işsizliyin səviyyəsi, düzdür, hökumət nümayəndələri hər zaman bunu qeyd edirlər ki, aşağı səviyyədə, hətta 5% civarında göstərirlər. Yəni, bu rəqəmlər, ümumiyyətlə, statistik rəqəmlərin doğruluğuna mən şübhə ilə yanaşıram. Çünki faktiki olaraq müəyyən dərəcə görürük. Yazırlar da, bizdə də yazırlar, əlaqələrimiz də var ki, yəni, işsizlik ölkədə müəyyən dərəcədə artıbdır. Yəni, azalma yoxdur. Əksinə, mən düşünürəm ki, işsizlik səviyyəsi Azərbaycanda. Amma indi mən tamaşaçılarımıza baxıram. Bayaq bizi 300 Zelenskiyə danışanda 320, 330-dan baxırdı. Bayaq deyirdilər, az qala gözümüzü çıxardırlar ki, nə qədər Zelenskidən deyir danışacaqsa, özümüzdən danışın. İndi özümüzdən danışırsınız o problemlərdən. 260 nəfərə düşdü. Yəni, bu adamlar, bu adamlar bizi, mən siz bu məsələlərin üstünə belə gedirəm dərhal. Çünki siz busuz. Heç vaxt öz problemlərinizə problem kimi yanaşmamısınız. Sən haçan məndən, deməli, burada o danışıqları tələb etdin ki, tutaq ki, çıx danış, nə bilim, ölkədəki sosial vəziyyətdən və yaxud tutaq ki, maaşların, pensiyaların azlığından. Məsəl üçün, indi Razi Nurullayev parlamentdə məsələ qaldırıb ki, Lukoil'da ya benzindən kəsirlər, ya da puldan parlamentdə məsələ qaldırır. Bu vətəndaş, hansı ki, o çox maşın sürürsüz deyirəmi, hər gündə o yanacaq doldurmalarda maşınınızı benzinlə doldurursunuz. Hamınıza narazısınız. Deyirsiniz ki, benzindən kəsirlər, deyirsiniz ki, benzinin keyfiyyəti yoxdur, benzinə nə bilim su qatırlar, nə bilim nə qatırlar. Bunu deyən adamlar öz problemlərinə heç vaxtı qulaq asmırlar. Hamı Zelenskinin buradan qəhrəman obrazını yaratmağı istəyir. Hətta Zelenski tənqid edə bilmərik. Ona görə də basıb gözümüzü çıxardırlar. Vallahi çıxardırlar gözümüzü. Heç öz doğma qardaşından danışsan, onu söysən belə, təhqir eləsən, sənə heç nə deməz. Amma deyir ki, Zelenskiyə dəymə deyir. Və bu tamaşaçıdır. İndi də bizi mövzunu dəyişməyə vadar edib, aradan çıxan tamaşaçı. Biz buyuq. Biz buyuq. Hər zaman, yəni bayaq mən qeyd etdim ki, millət olaraq da, yəni biraz xalq olaraq da fərqli xüsusiyyətlərimiz var. Bəli, öz haqqın, hüququn tələb etmir, amma başqasına deyir ki, sən mənim haqqım, hüququmu tələb, məndən danış falan elə. Yəni bax, görürsünüz, indi siz benzinin keyfiyyətindən, benzinin kəsilməsindən və s. bu artıq o səviyyə çatıb ki, bu parlamentdə səsləndirilir bu ifadə. Bu problemlər parlamentdə qaldırılır. İndi parlamentdə qaldırılır, görək ona dəstək olacaqmı? Yəni, onun fikrini dəstəkləyən rəylər olacaqmı? Yox. Hamı deyəcək ki, yox, elə bir söz xatirinə deyilən bir şeylərdir. Yəni, mən tamamilə sizinlə razıyam. Yəni, bu məsələdə tamaşaçılar, bilmirəm, hansı kontekstdən yanaşırlar məsələyə. Ölkə daxili problemləri biz dəfələrlə burada sizin studiyada çox dəfələrlə. Yəni, bizə İraqların yeri yoxdur. Yəni, bizə İraqların yeri yoxdur. Bu günləri dünya çalxalanır. Bu günləri düzdür, daxildə biz deyirik, ölkə daxilində. Biz əgər götürsək, əslində məsələyə həqiqətən də yanaşdaq, həqiqət tərəfindən yanaşdaq ki, bu günləri Cənubi Qafqazın ən stabil və sabit ölkəsi Azərbaycandır. Və Gürcüstanı mən misal çəkim, mən qeyd elədim ki, Gürcüstanda həyat səviyyəsi, əhalinin gəlirləri Azərbaycandan daha çoxdur. Məsəl üçün, orada həkimin aldığı əmək haqqı, müəllimin aldığı əmək haqqı və s. və əlaxır. Azərbaycanda alan müəllimdən və həkimdən daha çoxdur. Amma bu günləri Gürcüstan özü hələ dövlət olaraq hansı istiqamətə gedir və bu dövlətin axırı necə olacaq, onu hələ bilmirlər, müəyyənləşdirə bilmirlər. Və orada, bilirsiniz, bu seçkilərdə Abxaziya, Cənubi Abxaziya məsələsi, bu günləri Abxaziya artıq məsələ qaldırmaq istəyir ki,
Biz yenidən Gürcüstanla birləşmək istəyirik. Biz səhv eləmişik, səhv elədiklərini başa düşmüşlər. Ermənistanın özü hansı istiqamətə hərəkət edəcəkdir və Rusiyanın təsirləri, Avropa dövlətlərinin təsirləri, Fransa gəlib oturub da Ermənistanın içərisində, yəni ümumi qlobal siyasət, qlobal baxanda məsələlərə biz Azərbaycanı bu dövlətlərlə, yəni çevrə ölkə dövlətlərindən daha yaxşı vəziyyətdə olduğunu görür. Mən qlobal mənada deyirəm. Amma dediyim kimi daxildə problemlərimiz var. Bu problemləri də heç kim onu deməli qeyd deyə bilməz ki, yox, Azərbaycanda hər kəs yağbal içində yaşayır. Acından ölən də yoxdur, yağbal içində yaşayan da yoxdur. Yağbal içində yaşayan var. 10% əhalinin, o oliqarxiya 10% biz dediyimiz ki, hansı ki neft gəlirlərindən pay düşür, o böyük oliqarxiya 10% və 10% da siz təsəvvür edin, Ləman xanım, əgər 10 milyon əhali götürsək, onun 10%-i 1 milyondur deməkdir. O 1 milyonda siz dediyiniz bayaqki o restoranlardır, nə bilim maşınlardır və s. yerləri ilə bu 1 milyonu bölüşdürəndə, yəni əslində aşağı-yuxarı həmin biz rəqəmə gəlib çıxacaq. Yəni əhalinin rifah halının doğrudan da yəni getdikcə indi yaxşılaşdırmaq üçün, yəni bizim neftimiz var, sərvətimiz var, bizim məqsədimiz ondan ibarətdir ki, neftdən gələn gəlir heç olmasa əhalinin rifah halını, sosial vəziyyətini yaxşılaşdırılması istiqamətində yönləndirilsin. Var, büdcədə artıq, yəni bunlar nəzərə alınır artıq 2025-ci, yəni zaman-zaman artırılır. Qeyd etdiyim kimi artıq minimum əmək haqqı 400 manata kimi gəlib çıxdı. Daha yuxarı olmalıdır. Amma birdən-birə də əmək haqqını deməli qaldırıb da inflyasiya şərait yaratmaq olmaz. Yəni bunun iqtisadi qanunları var. Onu gözləyirlər. Onu yəni zaman-zaman keçid edirlər, amma zamanı da insan gözləmir. Doğru. Deməli, benzin də neftdən alınır da, düz deyilmi? Yəni biz əslində neft ölkəsi olaraq gərək o benzinə, o qazı artıq vurmayaq da. Yəni mən əziz tamaşaçılar, yeri gəlmişkən Razi Nurullanın bugün parlamentdə qaldırdığı xəbəri, yəni nə danışıb, onu sizinlə bölüşmək istəyirəm. Deməli, Razi Nurullah bugün parlamentin iclasında belə deyib. Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaq doldurma məntəqələrində vətəndaşların hüquqları ciddi şəkildə pozulur, maşınlara vurulan yanacağın həcmini müxtəlif üsullarla azaldır, yaxud digər vasitələrdən istifadə edirlər. Şəxsən özüm bir neçə dəfə Lukoil yanacaq doldurma məntəqəsində qanun pozuntusu fırıldaqla rastlaşmışam. Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında belə deyib və onun sözlərinə görə ya benzini əskik vururlar, ya da pulu əskik qaytarırlar. Stat, ya da aparatı dayandırıb yenidən benzin vurmağa başlayır, həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu 10 illiklərdir davam edir, eyni pozuntular bugün də baş verməkdədir. Deputat bildirib ki, digər pozuntu isə müxtəlif yanacaq doldurma məntəqələrində vurulan benzinin həcmi ilə bağlıdır. Stat, bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu 60-90 kilometr fərq edir. Ona görə ki, benzin vurularkən oğurluğa yol verilir. Bu rəqəm isə gündə 10 tonlarla ölçülür. Mən aidiyyatı qurumları bu sahədə nizam, intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çalışıram. Maraqlı bir açıqlamadır, əziz tamaşaçılar, amma eyni zamanda indi kimsə çıxıb deyə bilər ki, niyə Razi Nurullah bugün ancaq Lukoilun adını hədəfə alıb və digərləri haqqında isə müxtəlif yanacaq doldurma məntəqələr deyir. Ayrı seçkilik deyilmi? Və yaxud burada ancaq Lukoilum, yəni belə məsələlərə yol verən, belə nöqsanlara? Yoxsa niyə? Yəni bir var, kontekstdən seçilib bir ad deyilir. Yəni yanaşma doğru deyil. Yanaşma doğru deyil. Çünki kimsə deputatı qınaya bilər ki, Lukoilu bəlkə də kimsə hədəfə alıb və bunu parlamentdəki deputatdan xahiş ediblər, bu məsələdə qalır. Düşünə bilərlər da insanlar. Yəni əlbəttə, yəni hər şey düşünmək olar əslində. Amma problem özü-özlüyündə doğrudur. Bunun öz başına gələn hadisəni bu parlamentdə qaldırır. Yəni bu başqa yanacaq doldurma məntəqələrində vursaydı, onun adını çəksəydi və yaxud da əslində mən ümumiyyətlə hər hansısa bir yanacaq doldurma məntəqəsinin adının çəkilməsini ümumi, əgər problem ümumidirsə, çünki bilirsiniz necədir? Ola bilər. Yəni belə bir maxinasiyalar deyək də, bu mümkün olan belə qanun pozuntularıdır. Bu istehlakçının hüququna girməkdir. Sən onun əgər yanacağından oğru verirsənsə, bunun adı oğurluqdur, başqa bir şey deyil və buna görə də məsuliyyətin var, cinayət məsuliyyəti daşıyırsan sən. Və bu da indi deməli hörmətli deputatımız da bunu parlament tribunasına səsləndirib. Bu ən ali kürsüdən səsləndirilən bir ittihamdır. Görək Ləman xanım, siz də bir jurnalist olaraq
mən də bir vətəndaş olaraq bir izləyək, baxaq bu proses hansı istiqamətə gedir. Bəli, bundan sonra Lukoylun böyük ehtimalla rəsmiləri, mətbuat xidməti bir açıqlamalarla çıxış edəcəklər və bundan sonra görək SOCAR-ın münasibəti nədir bu məsələlərə? Çünki bunların hamısı nəzarətdə olan məsələlərdir. Yəni bu öz başına baş verən şeylər deyil. Yəni kim nə istəyir onu o formada eləsin. Bura dövlətdir, ölkədir və burada da nəzarət mexanizmi var. İstehlakçıların hüquqlarının qorunan təşkilat var. Sonra SOCAR-ın özünün nəzarəti var. Həmin bu yanacaq doldurma məntəqələri üzərindəki yanacağın keyfiyyətinə nəzarət var və s. və s. Yəni bu mən deməyim odur ki, bu artıq parlament kürsüsündə səsləndirilən bir problemdir. Bunu adi sıravi bir vətəndaş yox, parlament kürsüsündə səslənən məsələnin yekunu görə hansı nəticəni verəcək? Maraqlıdır, maraqlıdır. Anar bəy, mən sizə təşəkkür edirəm. Çox sağ olun maraqlı söhbət üçün və əziz tamaşaçılar, sizinlə də sağollaşıram. Qarşıda görüşəcəyik. Saat 15-də təkrar efirimizin qonaqları olacaq. Günün ən aktual məsələlərini müzakirəyə daşıyacağıq. Yeri gəlmişkən Suriyada vəziyyət yenidən kritikləşib və bu dəfə biz artıq Suriyada Türkiyə ilə Rusiyanı, eyni zamanda İranı üzbə-üzdə görürük və Suriyada cərəyan edən hadisələr prinsipcə dünən gecə saatlarında ölü sayı 70 nəfərə qalxıb, Rus bazaları yaxınlığında çox ciddi deməli belə deyək də qırğın dava gedir və yeri gəlmişkən bu məsələdə artıq açıqlamalar gəlir. PKK-nın da hətta hücuma keçməsi haqqında xəbərlər var. Kreml yardım edəcəkmi söhbətləri var. Niyə İsrail öz nümayəndəsini Rusiyaya göndərdi və İsrailin məqsədi nədir Türkiyə ilə müharibəyə mi başlamaq? Bütün bu detallar saat 15-də bizim efirimizdə müzakirəyə daşınacaq. Hələlik mən sizinlə sağollaşıram. Saat 15-ə qədər görüşəcəyik deyirəm. Salamat qalın.